Firqə radiosu. Eine aserbaidschanische Sendung von Radio Flora. Danışır Azərbaycan Demokrat Firqəsi. این صدا صدای فرقه دموکرات آذربایجان است. Ben direm yurdumuza kezbakanlar yok olsun, böhtan deyip adımıza şer yakanlar yok olsun, halkımızın igitliği düşsün dilden dillere, emelleri yadigar tek kalsın ilden illere. Ben direm Azerbaycan kahramanlar yurdudur, şücaatli Sattarxanlar, Ağırxanlar yurdudur. Böyük Qacar şahlarını yola salmış bu diyar, onun her bir karşında ecdadımın hakkı var. Aziz kardeşler, firqəmizin rəhbərliyi altında xalisə yerlərini və xalq düşmənlərinin yerlərini kəndlilərin arasında təqsim edib, onların əlinə silah verərək aldığınız torpaq və azadlıqdan müdafiə etməlisiz dedik. İndi sizin boynunuzda böyük vəzifə durur. O aldığınız torpaqları saxlamaq və aldığınız azadlıqdan müdafiə etmək. İndi bütün İran kəndliləri, Azərbaycan kəndlilərinin aldığı torpaqdan ilham alıb, ayağa qalxmış, təkən yemişdir. Mürtəceylər bu hərəkətdən qəzəblənib və o azadlığı boğmaq istəyirlər. İranda böyük mübarizə başlanmışdır. Azərbaycan kəndlisi bu mübarizənin pişahəngi olub, qabaqda gedəni olacaq. Yaşasın Azərbaycan kəndlisinin azadlıq yolunda apardığı mübarizəsi. Güzel haralısan, yar haralısan, qaşları qaralısan, yar qaralısan. Gözlərindən tanıram sən Bakının maralısan, Bakının maralısan, yar haralısan. Gözlərindən tanıram sən Bakının maralısan, Bakının maralısan, yar haralısan. Qaşların qarasına, dərdimin çarasına, məni gül qunçayla, yar məni gül qunçayla, qoy silah arasına, yar haralısan. Başımda yaxşalım var, yanağımda halım var, özün ceyran balası, yar haralısan. Gözlərindən tanıram sən Bakının maralısan, Bakının maralısan, yar haralısan. Qaşların əymə gözəl, əymə gözəl. Əziz dinləyicilər, Azərbaycan Demokrat Firqəsinin internet radiosunun növbəti verilişi ilə 2014-cü ilin iyul ayının 18-də sizin hüzurunuzdayıq. Bugünkü proqramımızda bu verilişləri sizə təqdim edəcəyik. Azərbaycan Demokrat Firqəsi. Həftənin sözü. Proqramımızın sonunda mavi işıq verilişi efirdə səslənəcəkdir. Bizimlə qalın, bizi dinləyin. Yar yar canım, könlümü yar olunca yar haralısan. Başımda yaxşalım var, yanağımda halım var, özün ceyran balası, yar haralısan. Gözlərindən tanıram sən Bakının maralısan, Bakının maralısan, yar haralısan.
Evleri yol üstədir, yol üstədir. Tüfəngi qol üstədir, qol üstədir. Gedirəm görüşməyə, sevgilim yol üstədir. Sevgilim yol üstədir, yar haralısan. Gedirəm görüşməyə, sevgilim yol üstədir. Sevgilim yol üstədir, yar haralısan. Su axır arxana var, dolanır çarxana var. Sen yar ben sevirəm, ah sen yar ben sevirəm. Bilmirəm xalqana var, yar haralısan. Başında yaxşalı var, yanağında halı var. Özün ceyran balası, yar haralısan. با سلام هایی گرم و آتشین خدمت تک تک شما عزیزان شنوندگان با وفای فیلگر رادیوسو که در سراسر جهان در تاریخ 18 جولای سال 2014 صدای ما را، صدای کارگران، دهقانان، زحمتکشان، دموکرات‌ها، آزادیخواهان، روشنفکران و انقلابیون آذربایجان را میشنوید. با بهترین آرزوهای قلبی برای تک تک شما عزیزان در کار و زندگی و پیکار و مبارزه برای به دست آوردن طبیعی ترین حق و حقوق انسانی خود، یعنی آزادی، دموکراسی، عدالت اجتماعی، برابر حقوقی زنان با مردان و حق تعیین سرنوشت به دست خود تا سرحد جدایی و یا زندگی داوطلبانه مشترک با هم و در کنار هم، برنامه این هفته فیلگر رادیوسو را تقدیم حضور شما عزیزان می کنیم. در قسمت اول در بخش آذربایجان دموکرات فیرگسی، فرقه دموکرات آذربایجان، آخرین قسمت مصاحبه علیرضا میانالو با زنده یاد صابر نباغلو، صابر امراهی صابر را تقدیم حضورتان خواهیم کرد. در دومین قسمت در بخش هفتنین سوزو سخن هفته برنامه‌ای خواهیم داشت در مورد کمونیسم، سوسیال دموکراسی و مهاجرت اجباری ایرانیان و پایان بخش برنامه امروز برنامه معاون شد نور آبی خواهد بود که در این برنامه قطعی از زنده یاد عاشق حسین جوان، عاشق فرقه دموکرات آذربایجان به سمع شما عزیزان خواهیم رساند. با ما باشید و به برنامه فیلگر رادیوسو، رادیوی اینترنتی فرقه دموکرات آذربایجان گوش فرا دهید. Başında yaxşalı var, yanağında halı var. Özün ceyran balası, yar haralısan. Gözlərindən tanıram, sən Bakının maralısan. Bakının maralısan, yar haralısan. Evləri yol üstədir, yol üstədir. Tüfəngi qol üstədir, qol üstədir. Gedirəm görüşməyə, sevgilim yol üstədir. Sevgilim yol üstədir, yar haralısan. Gedirəm görüşməyə, sevgilim yol üstədir. Sevgilim yol üstədir, yar haralısan. Su axır arxana var, dolanır çarxana var. Sen yar ben sevirəm, ah sen yar ben sevirəm. Bilmirəm xalqana var, yar haralısan. Başında yaxşalı var, yanağında halı var. Özün ceyran balası, yar haralısan. Gözlərindən tanıram, sən Bakının maralısan. Bakının maralısan, yar haralısan. Gözlərindən tanıram, sən Bakının maralısan. Bakının... Qonaq quşların gəlmədi, Urmu gölü, tuzlu dəniz. Kimsə dərdini bilmədi, Urmu gölü, tuzlu dəniz. Ağ donu geymə əyninə, kəfən olacaqdır o sənə. Göy donunu geysən yenə, Urmu gölü, tuzlu dəniz. Adaların qara bağlar, bağ, bağçan, matəm saxlar, Urmu gölü, tuzlu dəniz.
Qurban çağırar yoldaşların, sel eylərlər göz yaşların. Bəlkə gələ o quşların, Urmu gölü, duzlu dəniz, Urmu gölü, duzlu dəniz. Danışır Azərbaycan Demokrat Firqəsi. این صدا صدای فرقه دموکرات آذربایجان است. Azərbaycan Demokrat Firqəsi. فرقه دموکرات آذربایجان. Yüreğimin gözü sen, söhbeti sen, sözü sen. Yüreğimin gözü sen, söhbeti sen, sözü sen. Ey benim mehebbetim, ey benim ülviyetim. Bundan başqa da bizim xalqın ümumiyyətlə istedadına bir söz ola bilməz. Bəlkə də bir səslənməsin, bir dəfə bir xarici Almanlı, hey gəlir ki, mənə bir sarı qarpız verin, bunu özünə qədər seçib sarı qarpız ala bilmir. Bir dəfə də gəlib görür ki, qarpız töküblər belə, bir dəfə də bir 7-8 yaşında uşaq, çılızırıq uşaq orada oynayır. Ona deyir ki, bəs nə istəyirsən sən? Deyir, sarı qarpız istəyirsən. Deyir, baba, onu bax, götür onu, kəsdir, sarı tumlarda qaradır. Doğrudan götürüb kəsir, baxır, görür ki, doğrudan sarı qarpızı tumlarda qaradır. Bu Almanlı deyir ki, nə qədər sənin böyük əqlin, zəkan, düşüncən var mı? Hayır ki, ancaq qarpız tanımaq məhdudiyyətində qalıbdır. Və mənə belə gəlir ki, bizim demək xalqımızın mədəniyyəti də, bütün sahələr, incəsənətdə də, sənətdə də, təhsildə də, elmdə də çox qabiliyyətli bir xalqdır. Həddindən artıq qabiliyyətli xalqdır. Apar hansı bir İranlını, mən xüsusən Cənubi Azərbaycandan aparda. Qoy Avropanın bir institutunda 5 il oxusun. Kim də ona möhlət verir ki, bir elmi iş yazsın. Sən tamaşanı gör, nə yarada bilər də o. Buna görə də, elə buranın özündə də mənə belə gəlir ki, hələlik biz Cənub mədəniyyətini olduğu kimi burada biz yaya bilməmişik, təmsil edə bilməmişik. Yəni, oradakı qüvvələri bura cəlb eləmək və oradakı o sənət nümunələrini burada hazırlayıb cəmaata çatdırmaq sayəsində böyük iş görməyə doğrudan da böyük ehtiyac var. Bu nöqtə nəzərdən bu sahədə atılan hər bir addımı alqışlamaq lazımdır. Və mən indi eşitdiyimə görə demək burada mədəniyyət evliyi, mədəniyyət ocağı, mədəniyyət nəysə yaranır. Mən bunun həddindən artıq alqışlayıram və onun haqqında da arzum budur ki, heç də onlar ehtiyat eləməsinlər bizim cənub həyatının, mədəni həyatının, onun zəkalı adamlarının yaratdıqları elə sərvətlər var ki, elə onları burada təkcə nümayiş etdirməklə o mədəniyyət evi həddindən artıq böyük uğur qazanırlar. İşin başqa tərəfi də var. Yəqin ki, mənim hörmətli tamaşaçılarım düz başa düşürlər. Arazın bu tayında da çox böyük uğurlar var. Hansı sahə götürürsünüz götürün. Məsələn, bunların məşhur teatrləri harada var? Xanəndələri harada var? Alimləri harada var? Mən yəni son hadisələrə qədər bunu nəzərə alıram. Amma indi bunların özlərini belə bizim cənuba tanıtdırmaq üçün, daha yaxından tanıtdırmaq üçün o mədəniyyət evi çox böyük iş görərlər. Həm onları burada təmsil eləməklər, həm onları orada təmsil eləməklər. Bu nöqtə nəzərindən mən mədəniyyət sayəsində atılan hər hansı bir kiçik addımı belə alqışlayıram və mən arzu edirəm ki, onların bu addımları uğurlu olsun və düz yolda olsunlar. Bizim demək mədəniyyətimizi, cənubun mədəniyyətini, özü zarafat deyil, orada müxtəlif rəqəmlər deyirlər. Mən də buna şərikəm ki, ən azı götürək ki, məsələn, 30 milyon. Aşı, bu böyük bir xalqdır. Siz dünyanın hansı bir ölkə, elə xalq var ki, 3 milyonluq böyük bir ölkədir. Bu boyda xalqın bəs mədəniyyəti niyə olmamalıdır ki? Mədəniyyəti var. İntihası yaranan mühitdə o mədəniyyətin üzrə elə pərdələr çəkilib ki, o özü görünmür. Başqasının mədəniyyət kimi təzahürdə eləyə bilir o. Ona görə də o mədəniyyət evinin mənə də yərkətlə artıq böyük qiyməti var. Ona mən uğurlar arzulayıram və tək uğur bəs deyil, kifayət deyil.
bizim hamımız bu aşağı ədəbiyyatla məşğul adamlar da çalışmalıyıq ki, ona müəyyən damarına müəyyən qan verək. Yəni, bədii əsərlərlə, nümayişlərlə, yazdığımız əsərlərlə biz orada yaxından iştirak etməliyik. Neynəmişəm sənə çeşmi siyahim. Sağ mənim, bu son zamanlarda Yazıçılar İttifaqının 10-cu qurultayı keçdi. Orada Cənub şöbəsinin, daha doğrusu bu qurultaydan sonra bax vəziyyəti, durumu nə yerdədir? O da çox yaxşı qoşu məsələ, çünki elə bugünün tənəffüs edədiyim, nəfəs aldığımız məsələlərdən birisi budur. Bizi qurultay keçdi, indi mən o daldan atılımdaş torpağa dəyər, bəlkə də indiki atmosferdə o qurultayın xüsusilə o mühafizələrin çox yüksək səviyyədə olmadığını mən deməliyəm. Bu doğrudan da belə oldu. Canım yerlerde hen alamız, eman 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 eman. Canım eman eman ve de Xüsusilə mən bir cəhətdən narazı qaldım orada. Əlbəttə, mən qurultayın yerə vurmaq istəmirəm çox. Böyük tədbir edir, yaxşı da təşkil eləmişlər, gələn vardı, gedən vardı. Bunların özləri əvvəldən olan işlərindəki qüsur burada özünü daha yaxşı görsətdi. Nədir bu? Cənubda nələr yaranıb və bu son dövrlərdə Cənubun poeziyası, nəsri, teatr həyatı, musiqi həyatı o qədər zəngi bir aləm yaradır ki, buna sükutla baxmaq olmaz, barmaq arası baxmaq olmaz. Mən çox təəssüf elədim ki, bizim o Güney ədəbiyyatı ilə əlaqədar olaraq qurultayda elə bir söhbət getmədi. Orada gələk, hətta məruzələrin biri konkret elə Güney ədəbiyyatı barəsində qoyulsaydı, qurultay heç də onu uçmaz. Bu işin bir tərəfi. İkinci tərəfi, mən burada olanların demək, yazıçılarımızın çoxunda elə bir hisslər var ki, onlar demək, mən yerli yazıçıları nəzərə alıram. Heç də onların Cənuba münasibətindən bəlkə gileylənməyinə dəyməz. Çünki onlar həmişə onları özlərinə doğma hesab edirlər. Və əllərinə gələn köməyi də onları demək, artıb inkişaf eləmədiyi üçün əllərinə gələn köməyi edirlər. Amma gəlin bir həqiqətin gözünün içinə dik baxaq ki, bizim ümumiyyətlə Güney ədəbiyyatımızın burada yayılması ilə razılaşmaq mümkün deyil. Məsələn, o Gəncəli Səvahinin kitabı çıxıb ötən günlər. İndiyə qədər biz onu müvəffəq olmamışıq burada nəşr edelim. Halbuki tək o deyər, onun içərisində 2 kitabdan götürülmüş hekayələr də var. Əgər onu biz nəşr edebilsəydik, Güney ədəbiyyatının nəsr barədə burada əməlli başqa təsəvvür yarada bilərdik. O cümlədən başqaları. Məsələn, mən inanmıram ki, burada Barışmazın bircə şeirindən bir yerində olub da tanış olsunlar. Amma canım, şair də o, zarafat deyil, o mən bəlkə də səhv eləmirəm yəqin ki, Barışmazı mən çox yüksək, tək Barışmaz deyil. Elə bəyə adını çəkdiyim şairlərin çoxu. Bizim gənclərin içərisində, məsələn, öz aramızda mən o Həsən Öldürümün bir şeirlərini oxudum. Ya Zülfikar Kəmalın kitabı ilə tanış oldum öz aramızda. Eldar Muxanlı mən radioya elə şeirlər yazıldı ki, heyran qalın ki, baba bu nə qədər gözəl şeirlər. Ya məsələn, mütəhər yenə səslənməsin, yenə mən bu xoşbəxtlik qismət olub ki, Əlirzam Yanalının təqribən 3 kitabı ilə tanış olmuşam. Bu kitabların səhifələrində doğrudan da müasir dünyanı əks etdirən, müasir dünyanın müasir bədii təfəkkür nöqteyi nəzərindən qiymətləndirən çoxu şeirlər var. Biz bunları niyə yaymayaq? Buna görə də siz məndən ki soruşursunuz, bundan qabaq da bizim Yazıçılar Birliyi nəzdində Cənubi Azərbaycan şöbəsi olubdur. Mənə qulaq asanlar qoy, məni yenə də danlamasınlar bu məsələdə. O, istənilən kimi fəaliyyət göstərmiyor. Çünki məhsul az olur.
üzr istəyirəm, Səhədin gözəl bir şeiri var. Bəməl qar bəralayət, biz xandani nis. Söz deməklə iş bitə bilər. Sən mənə 2 dənə kitabı qoy belə, düzün üstünə, deyim, Cənub kitabını mən bunu nəşr eləmişəm. Ona görə də Güney Cənubi Azərbaycan şöbəsinin yaranmasına mən çox müsbət hal kimi baxıram və son zamanlarda indi bu da sirri deyil ki, onun bir neçə dəfə iclası olub. O söhbətlərdən mən hiss edirəm ki, şöbə nəsə iş görmək istəyir. Və bu işlərin canı nədən ibarət olmalıdır? Baba, bunun canı ondan ibarət olmaq ki, mənim güneyimdə olan, cənubda olan şairlərin kitablarını nəşr eləyək, toplayan nəşr eləyək, almanaqlarını nəşr eləyək. Buradakı elmi mövzuları işləməkdə onlardan kömək alaq. Ya məsələn, onların əsərlərini götürək, elmi mövzu verək. Ya səfərlər olsun, görüşlər olsun. Niyə bunları biz eləmirik? Həddindən artıq demək, həddindən artıq bu xeyirli iş görə bilər və mənə belə gəlir ki, Güney Cənubi Azərbaycan şöbəsi bu işlərin öhdəsindən gələcəkdir. Biz gələn dəfələr bundan söhbət edəndə yəqin ki, onun uğurlarından söhbət edə biləcəyik. Və çox yaxşıdır ki, ora bir sırada işgüzar adamları cəlb ediblər və mən bu nöqtə nəzərdən də inanıram ki, o şöbənin işi çox yaxşı olacaq və ona da demək, bəlkə də elə demək burada lazımdır ki, bizim həm buna ehtiyac var, həm ona xam material var cənubda, həm də orada cəlb olan adamların buna qüdrətləri çatır. Amma adam belədir, biz orada nə üçün onda bu Cənub Güney ədəbiyyatının yayılmasında o şöbənin yaxşı fəaliyyət göstərməsində niyə yaxından iştirak edəməyir? Mənə qədər ki, onun uğurları olacaq və onun ətrafında olan adamlardan çox şey asılıdır. Sabah Güney ədəbiyyatımızın qarşısında üzü qara olmamaq üçün biz onunla əlaqədar lazım olan tədbirləri vaxtında biz həyata keçirməliyik. Aman, 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 yarahım. Çox sağ olun, sağ olun mənim. Sizinlə söhbətimizə çox şadırıq. Amma necə deyirlər, söhbətimizi istəyirəm bir sualına, daha doğrusu bilmirəm adını sual bırakmaya, bax bu sualından bitirək. Bizim vermədiyimiz hansı sualı üzümüzə verərdiniz və niyə? Bu da yaxşıdır, bunu çox yaxşı sual qoyursunuz. Mən elə, gəlin belə sualı mən istədim, belə bir sual qoyaq, ona da cavab verəm ki, mən özümü nə vaxt xoşbaxt hesab edərdim? Mən özümü onda xoşbaxt hesab edərdim ki, mənim qələmimdən çıxmış hər hansı bir əsəri, hər hansı bir məqaləni, hər hansı bir kitabı, yazdığım elmi əsəri, mən bizim o Təbrizimizin Tərbiyyət Xiyabanında olan Cənub Qarşılar Birliyinin iclasında qoyaq, onun disputunu keçirdim. Və mən orada öz həmvətənlərimin nəfəsini eşidim, sözlərini eşidim. Onların mənim haqqında dedikləri fikirləri mən eşidim. Bax, mən demək belə sual qoyaq ki, sən özünü daha xoşbaxt hesab edərdim. Mən deyim ki, mən bəs demək, onlara qovuşmaqda mən özümü xoşbaxt hesab edərdim və mənə deyək, bu dünyanın ən böyük neymətidir. Hansı səmdə, hansı yalan, heç saxda yuvan, sən yurdun yuvan, böyük sənət oğul deyil. Biz haradan pərvaz edəsək, haradan uçsaq, bizim üçün müqəddəs olacağımız yuva bizim o vətən torpağıdır. Və mən demək, xoşbaxtlığın da birinci əlaməti odur. Ola bilər ki, o xoşbaxtlığın içərisində olanlar bəlkə onun qədrini bilməsinlər. Amma o vətəndən İraq düşən adamların vəziyyətinə düş, gör ondan nə çəkəcəm. Şəhriyar deyir ki, bu məzmunu çox tərifləyirsiniz ki, doğrudan da məzmunluqda böyük tarixi əfsanəvi bir iş görür. Sən deyib, bircə gün mənim ağlımı məndən al, gör mən ondan daha məzmun olmasam, ondan sonra mən davam edərsin. Mən nə mənada bunu deyirəm? Demək istəyirəm ki, o vətən torpağı bizim üçün müqəddəsdir. Mən dediyim o suala qurarıram ki, xoşbaxtlığın mən birinci mənasını o torpağa, o elə, o xalqa, onun o gözəl qələm sahiblərinə demək, xoşbaxtlıq edərsin. Çox sağ olun, sağ olun. Teşekkür edirəm. Sizin söhbətiniz bizə çox xoşdur. Niyə ki, xüsusən hələ dünyaya səfələnmiş Azərbaycanlılardan söhbət getməyir. Xüsusən Güneyə ən doğma, ən yaxın belə bir şəxsiyyət kimisi, belə həmişə biz təsəvvürümüzdə yaratmışıq və buna da inanmışıq və bunun da heç şübhəsi yoxdur ki, siz həmin məqamdasınız, həmin durumdasınız ki, Güney
yazıçıları, ədəbiyyatçıları, oxucularınızı hissəyə qəbul edirsiniz? Bəli, düz deyirsiniz, mənim üçün ideal. Bilirsiniz, hər bir sənətkarın idealı olmalıdır. Nasirin də ideal olmalıdır, şairin də ideal olmalıdır, tənqidlə ədəbiyyatçının da ideal olmalıdır. Elə mənim də idealım siz dediyiniz o mənadadır. O xalqla, o kitlə ilə, o ədəbiyyatla həmişə belə, necə deyərlər, belə qucaq-qucağa yatmaq. Mən onun üçün sevirəm. Çox sağ olun. Sağ olun. Sağ olun. Danışır Azərbaycan Demokrat Firqəsi. این صدا صدای فرقه دموکرات آذربایجان است. Həftənin sözü. سخن هفته. سوسیال دموکراسی و مهاجرت اجباری ایرانیان. هموطنان عزیز، کمونیسم، افکار، اندیشه و ایدئولوژی مارکسیستی لنینیستی توسط خلق قهرمان آذربایجان به کشور کثیرالملت ایران منتقل شده است. افکار و اندیشه های مارکسیستی لنینیستی، فرهنگ چپ، تجربه مبارزات انقلابات روسیه و اکتبر، تشکیل احزاب و سازمان های سیاسی و غیره توسط فرزندان دلیر خلق قهرمان آذربایجان وارد ایران شده است. آذربایجان پیش آهنگ مبارزات آزادی خواهی، عدالت اجتماعی خواهی و انقلابات در کشور کثیرالملت ایران بوده و اولین سازمان‌های چپ و احزاب مارکسیستی لنینیستی در ایران نیز به دست توانمند فرزندان دلیر خلق آذربایجان به وجود آمده است. زنده یاد سید آقا اوناللهی، دکتر تاریخ، عضو وقت فرقه دموکرات آذربایجان در این مورد چنین میگوید: نهضت کارگری ایران را در سالهای بین آغازین انقلاب مشروطیت و سقوط حکومت استبدادی رضاشاه میتوان به 3 مرحله تقسیم کرد. مرحله اول بین سالهای 1906 تا 1911. Dağlarda ceyran gezer, el ayağında şezer. در این مرحله که مصادف با دوران مشروطیت ایران است، نهضت کارگران ایران تحت تاثیر انقلاب 1905 روسیه آغاز می شود. در این دوران صنایع ایران اساساً جنبه ابتدایی داشته و کارخانه‌های بزرگ موجود نبودند. طبقه کارگر ایران عبارت بود از گروه‌های کوچک. قسمتی از کارگران در مؤسسات متعلق به امپریالیست‌ها از جمله صنایع نفت، شرکت ماهی الیازونوف و غیره کار می‌کردند. از این رو هزاران دهقان و پیشور بیکار برای جستجوی کار به خارج از ایران به خصوص به روسیه مهاجرت می‌کردند که آمال زیر تعداد کارگران ایران در کشور روسیه را نشان می‌دهد. Bağda quzum eləsə, bil ki o mənəm sənsiz. در سال 1910 در مؤسسات صنایع و تجارت قفقاز حدود 120,000 کارگر دائمی ایرانی به کار مشغول بودند. در سال 1911 در روسیه
160,000 کارگر موقت و 23,000 کارگر دائم ایرانی کار می‌کردند. در سال 1913 فقط در معدن نفت باکو و سایر کارخانه‌ها 20,925 نفر مرد و 1915 نفر زن ایرانی مشغول به کار بودند. این رقم در سال 1920 به 23,034 نفر مرد و 9,124 نفر زن افزایش یافت. اگر به این رقم تعداد کارگرانی که در آسیای میانه، تفلیس، باتوم، کراسنوودسک و دیگر شهرهای روسیه کار می‌کردند را اضافه کنیم، تعداد کارگران ایرانی در روسیه بالغ بر 100,000 نفر میشد. از این رو کارگران ایرانی با تجربه انقلابات 1905، 1907 و انقلاب کبیر اکتبر یک مکتب مبارزه طبقاتی را در این دیار گذراندند. در دوره مهاجرت کارگران ایرانی که 99% آنها را آذربایجانی ها تشکیل میدادند، تجربیات مبارزه کارگران روسیه را فرا گرفته و در این مبارزات عملاً شرکت میکردند. کارگران ایرانی با آگاهی سیاسی و انقلابی و داشتن تجارب فراوان به میهنشان بازگشته و در مبارزات انقلابی شرکت میکردند. آنها نخستین بار در سال 1906 در جریان انقلاب مشروطیت تجربیات انقلابی خود را در میهن خود به معرض اجرا گذاشتند. هموطنان عزیز، اینک در همین رابطه توجه شما را به گفته‌های یکی دیگر از فرزندان دانشمند و مبارز خلق قهرمان آذربایجان، زنده یاد عبدالصمد کامبخش جلب می‌کنیم. درباره پایه‌گذاران سوسیال دموکراسی در ایران تاریخ نویسان به طور عمده متحدالقولند و آن این است که نخستین آورندگان افکار و تشکیل دهندگان گروه‌های سوسیال دموکراسی در بین ایرانیانی بودند که در ماورای قفقاز در کنار سوسیال دموکرات‌های روس مبارزه کرده و تجربه اندوختند. این ایرانیان که 95% آنها را آذربایجانی ها تشکیل میدادند، برای کارهای فصلی و موسمی و یا نسبتاً دراز مدت به ماورای قفقاز، آسیای میانه و بیش از همه به باکو رفت و آمد می‌کردند. فقر روستا و ورشکستگی کسبه شهری در نتیجه رقابت خارجی عده زیادی از شهروندان کشور کثیرالملت ایران را برای تلاش معاش آواره ساخته، قسمت اعظم آنها به مراکز صنعتی روسیه تزاری روی می آوردند که مهمترین این مراکز معادن نفت باکو بود. کار در میان کارگران ورزیده، تماس با انقلابیون قفقاز، ماورای قفقاز و روس، شرکت در مبارزات و اعتصابات سطح آگاهی این کارگران را بالا برده و آنها را آماده مبارزه در کشور خیش و انتقال تجربه به دست آمده و عقاید خود به دیگران میشد. Yazgama küstürme beni برای آنکه مقیاس این رفت و آمدها بهتر معلوم شود، کافی است گفته شود که مثلا عده افرادی که در سالهای 1911 از مرزهای ایران خارج شده‌اند بیش از 190,000
و مراجعت کنندگان اندکی بیش از 160,000 نفر و در سال 1913 به ترتیب در حدود 83 و 66,000 نفر بودند. اینها ارقام رسمی است که از دفاتر کارگزاری‌های مربوطه یعنی نمایندگی‌های وزارت امور خارجه در این ایالات استخراج شده و حالان که از روی آمار غیر رسمی میتوان گفت که سالیانه در حدود 300,000 نفر از نقاط مختلف ایران، آذربایجان، گیلان و خراسان به روسیه برای کار میرفتند. در حدود 50% کارگران نفت باکو و حدوداً 5% مجموع کارگران مؤسسات ماورای قفقاز که اکثراً آذربایجانی بودند در کلیه جنبش‌های کارگری این نواحی شرکت فعال داشتند که از میان آنها میتوان از پیشوری کبیر، زنده‌یاد غلام یحیی دانشیان و بسیاری دیگر از فرزندان قهرمان آذربایجان نام برد. Bil ki o mənim sənsiz, bağda quzu mələsən. Bil ki o mənim sənsiz, ceyranım, tərlanım. سوسیال دموکرات های بولشویک به خصوص بولشویک های قفقاز به این کارگران تجربه آموخته به آنها برای مبارزه در میهنشان الهام میبخشیدند و آنها را به افکار انقلابی مجهز می ساختند. در آستانه انقلاب مشروطیت ایران در نتیجه اعتصاب‌های عظیمی که در بنگاه‌های صنعتی نفت باکو رخ داد به اخراج‌های دست جمعی عده زیادی از کارگران ایرانی مجبور به ترک کار و مراجعت مجدد به ایران شدند. در پیام جلیل محمد قلیزاده مدیر وقت مجله ملا نصرالدین که بعدها در ایران شهرت بسزایی به دست آورد به این کارگران چنین می‌خوانیم: پس از آمدن به میهنتان مردم برهنه، گرسنه و ستمکش نظیر خودتان را گرد آورده به آنها مژده دهید که طبقه کارگر روسیه به پا خاسته است. به همشهری های کارگر بگویید که رفقای روس به آنها درود میفرستند. به آنها اطمینان دهید که اگر راه رفقای اینجا را پیش گیرند و بخواهند از یوغ استبداد رهایی یابند، اگر خواسته باشند حقوق انسانی خود را به کف آورند و نفسی به آزادی بکشند، آنگاه است که رفقای روسیه پرچم خود را به یادگار به آنها خواهند سپرد. بگذار مردم تحقیر شده و فقر زده کارگر شعار ما را روی آن پرچم بخوانند: رنج بران روی زمین متحد شوید. بگذار بخوانند و متحد شوند. عده زیادی از این کارگران در انقلاب مشروطیت ایران که نخستین انعکاس انقلاب روسیه در خارج بود شرکت فعال جستند. خب شنوندگان عزیز، شمه کوچکی از تاریخ ورود افکار سوسیالیستی و عدالت اجتماعی خواهی و مهاجرت اجباری ایرانیان مبارز به خارج از کشور را با هم شنیدیم. پس از شکست انقلاب شکوهمند بهمن 57 ملت‌های ساکن کشور کثیرالملة ایران، متاسفانه مهاجرت اجباری ایرانیان یک بار دیگر از سر گرفته شد. بسیاری پس از پناه آوردن به کشور شوروی به اروپای غربی مهاجرت کرده، بسیاری دنیای سیاست را به کناری گذاشته، بسیاری به لیبرالیسم و سوسیال دموکراسی روی آوردند و بسیاری نیز هنوز پرچم سوسیالیسم و عدالت اجتماعی را برافراشته نگه داشتند.
در همین رابطه گفتگویی داشتیم با یلداش امیرعلی لاهرودی، صدر فرقه دموکرات آذربایجان، که اینک توجه شما را به این گفتگو جلب می‌کنیم. جناب لاهرودی، با تشکر از اینکه وقت گرانبهاتون رو در اختیار ما قرار دادین. همونطور که میدونیم بسیاری از ایرانیان پس از شکست انقلاب بهمن 57 به اروپای غربی اومدن، بسیاری مبارزه رو کنار گذاشتن، بسیاری سلطنت طلب و بسیاری اصلاح طلب، بسیاری لیبرال و سوسیال دموکرات شدن. نظرتون رو در این مورد میخواستم بپرسم. به طور کلی مهاجرت سیاسی ایران سابقه خیلی طولانی داره، برمیگرده به قرن 19 و علیه حکومت قاجار مهاجرینی در قاهره و ایتالیا و فرانسه و دهلی و هندوستان و وجود داشت و بعد از حکومت رضاشاه هم همینجور شد و بعد از اون که رضاشاه رفت و حکومت در دست فرزندش قرار گرفت، کودتای بسیار مرداد رخ داد و کشتار سراسر ایران را فرا گرفت و مهاجرت هم وسیع‌تر شد. من مهاجرین سیاسی در این حال احزاب سیاسی هم به ویژه احزاب کمونیست و توده اینا همهشون در مهاجرت به سر می بردن و علیه دیکتاتوری مبارزه می کردن. این مبارزات طول کشید و مهاجرت هم مفصل سالهای سال ادامه داشت، ولی به هر حال حکومت پهلوی سرنگون گردید و انقلاب عظیم در ایران به وقوع پیوست، به انقلاب بهمن و این انقلاب البته نیروهای جدیدی را سرکار آورد و جالب است که در این انقلاب در تمام انقلاب‌های قرن 19 و اوایل قرن 20 روحانی‌ها در این انقلاب‌ها، در این اعتراضات ضد سلطنت شرکت فعال داشتند و بسیاری از روحانیون سرشناس با رضاشاه مبارزه می‌کردند و زندانی شدند، در هم کشته شدند. در حال انقلاب بزرگی که در بهمن 57 رخ داد، پایه‌های سلطنت متلاشی شد و یک حکومت جدید سرکار آمد که 100% در دست روحانیون بود. خمینی به عنوان یک شخصیت مذهبی در رأس قدرت قرار گرفت و حکومت اسلامی را در ایران سرکار آورد. حالا 30 سال است که حکومت اسلامی در ایران حاکم است و این حکومت هم هیچ فرقی با حکومت‌های قبلی ندارد. هر دو دیکتاتوری هست بود و هم حکومت پهلوی ها هم حکومت فرونی آزادی‌های دموکراتیک از بین رفته. مردم حق اظهار نظر، حق بیان را ندارند و به طور کلی مملکت از طریق قوانین دینی اداره می شود. به این ترتیب مردم ایران البته ناراضی هستند، قبلا هم ناراضی بودند و
بالا هم ناراضی هستند. البته نمایندگان مردم در مهاجرت به سر میبرند، مخصوصا در اروپای غربی و طور کلی در ایران همسایه روسیه بوده و قفقاز مرکز مبارزه ایرانی در روسیه بود. تفلیس و باکو و حتی مثلا بخارا و سمرقند ایرانیان جمع شده بودند و در اونجا علیه حکومت‌های استبدادی مبارزه می‌کردند. مسئله انقلاب سوسیالیستی در روسیه در ایران دو تا نیرو را سرکار آورد. یکی کمونیست‌ها بودند که می‌خواستند با اتکا به کمک معنوی سیاسی اگر لازم باشه نظامی در ایران سوسیالیسم بسازند. ولی یک نیروهای دیگر هم بودند که ضد کمونیست بودند، علیه شوروی مبارزه می‌کردند و این مبارزه هم در میان کمونیست‌ها و ضد کمونیست‌ها ادامه داشت و همچنین میان اردوگاه سرمایه‌داران سوسیالیسم ادامه داشت. ولی اکنون یه همچنین چیزی وجود ندارد و ایرانیانی که در خارج زندگی می‌کنند اکثرشون روشنفکران بورژوازی هستند، اکثرشون به سوسیالیسم اعتقاد ندارند و اونها میخوان که ایران بورژوا دموکراتیک سرکار بیارد، حکومت سرکار بیارد که در ایران حکومت بورژوا دموکراتیک را برقرار کنند و چنین حکومتی برای حتی کمیسرهای تابع از جمله فدایان و مجاهدین و زنان قابل قبول است. برای مبارزه در راه سوسیالیسم یا عدالت اجتماعی اکنون به طور کلی مطرح نیست. اگر مطرح هم باشد غیر ممکن است. کسی حاضر نیست که در ایران دست از سرمایه خود بردارد و برود در ایران یک حکومت سوسیالیستی درست کند. بنابراین سوسیالیسم مطرح نیست. مثلا مطرح است از اینکه در ایران یک حکومت دموکراتیک سرکار آید و همین حکومتی که اکنون وجود دارد یا برود یا تغییر رویه دهد و در ایران هم مثل فرسون ترکیه یک حکومت سرکار باشد که عذاب آزاد باشد، انتخابات آزاد باشد، پلیس روی در مردم کشید ندهد و مردم را نگیرد و زندانی نکند. آرزوی این حکومتی برای مردم ایران وجود داشته و هنوز هم وجود داره. اونها که در اروپا زندگی میکنن اونها هم در مرکز دموکراسی بورژوازی در اروپا هستند و اونها میخواستند در ایران هم یک حکومتی مانند حکومتی در آلمان، انگلستان و فلان در کار دارد و این هم البته در سراسر جهان عرب این تغییرات به وجود آمد ولی ببینیم شاید در ایران هم چنین تغییراتی به وجود بیاید مثل کشورهای عربی در ایران هم یک حکومت دموکراتیک برقرار گردد. Balam yazgama küstürmemeli. خب شنوندگان عزیز، برنامه‌ای در رابطه با مهاجرت اجباری ایرانیان بود که تقدیم حضورتان کردیم. از شما da'vat می‌کنیم به ادامه برنامه فیلگر رادیو سو گوش فرا دهید. Ceyranım harda kaldı gelmedi, kaş karaldı gelmedi. Mavi ışık. نور آبی
Besmesi sürmesi kara Süner gibi Ay canana Besmesi sürmesi kara Süner gibi Tam bana Əziz dinləyicilər, bununla da Azərbaycan Demokrat Firqəsinin internet radiosunun bugünkü verilişi sona yetir.
Sizə xoş günlər və xoş əhval-ruhiyyə arzusu ilə sizdən ayrılırıq. Sağlıqla qalın. Gələn həftə bu vaxt efirdə yenidən görüşənədək. Gözəller işrə sənin şöhrətin düşüb dilən. Ne hurden ne periden bile melahat olur. خب شنوندگان عزیز، برنامه این هفته فیلگر رادیوسو، رادیوی اینترنتی فرقه دموکرات آذربایجان در اینجا به پایان میرسد. تا هفته آینده شاد و خوش و خرم باشید. Yetmək olursa nəsib məhzuna, bu xəstə könlünə onda gözəl təbabət qalıracaq mən aşıqam halına, üzdən qoşa xalına. Mən aşıqam halına, üzdən qoşa xalına. Lala benefşe itmez yarın gül cemalına. Lala benefşe itmez yarın gül cemalına. Tellerin yan kara kız, eyle derdime çara kız. Ay kaşı gözü kara kız, gel eyle derde çara kız. Tellerin yan kara kız, eyle derdime